Ondan başlayayım ki, qlaqol, fe'l. Digər bundan öncə sizə izah etdiyim nitq hissələri, məsəl üçün, имя существительное, имя прилагательное, числительное və s. bu mövzular kimi bu mövzu da bizim qarşımıza bir nəzəri mövzu olaraq çıxmır. Nəzəri mövzu olaraq maksimum bizim qarşımıza bir tip sual çıxa bilər. Onu da sizə indi o 100+ intensiv test göndərmişəm sizə. Onun içərisində işləmişdik. Açıb mövzu olaraq, model olaraq o sualı sizə yenidən göstərəcəm. Başqa isə bu mövzu bizim qarşımıza daha çox praktik olaraq, məsəl üçün, düzgün fe'li istifadə etməliyik və yaxud da nə bilim, düzgün zaman istifadə olunmalıdır cümlənin içərisində. Daha çox bu format olaraq qarşımıza çıxır. Bu bir. İkinci olaraq da nitq səhvi mövzusu olaraq da qlaqol çox vacib bir rol oynadığına görə bu mövzuya biraz diqqətlə qulaq asın. Hər şeydən öncə ondan başlayım ki, bizim fe'limizin bir начальная forması var. Что такое начальная forma? Yəni ki, fe'lin necə deyim, ilkin halıdır. Biz ona deyə bilərik начальная forma qlaqola və yaxud da deyə bilərik неопределенная forma qlaqola, неизменяемая forma qlaqola. Siz yadda saxlayırsınız bunu infinitiv olaraq. İnfinitiv nədir? Azərbaycan dilindən bildiyimiz məsdər formasıdır. Azərbaycan dilində məsdər forması hansı şəkilçilərlə yaranır? Mag-məq şəkilçisi ilə. Bizdə həmin o mag-məq isə sizə də bura qeyd etdiyim kimi P məhqi znak, T və Ç məhqi znakla, yəni ki, necə deyim, yaranır. Məsəl üçün, baxın, sizə orada primer olaraq yazmışam. Например, читать, nesti və yaxud da беречь. Deməli, hər hansısa bir fe'ldə əgər siz bu şəkilçiləri görürsünüzsə, təkrarlayıram, T məhqi znak, T və Ç məhqi znak. Deməli, bunlar nəyi bildirirlər bizə? Həmin o fe'lin ilkin formasında, yəni məsdər, mag-məq formasında olduğunu bildirir. İkinci nüans olaraq siz fe'ldə bu göstərdiyim şəkilçilərdən əlavə olaraq si və sə şəkilçilərini də görə bilərsiniz. Si və sə şəkilçiləri isə Azərbaycan dilində sizdə olan o qayıdış növüdür. Biz onlara deyirik ki, возвратные глаголы. Возвратные глаголы, yəni ki, qayıdış fe'lləri də nəyi bildirir? Prosesin, insan, yəni ki, şəxsin özü tərəfindən öz üzərində görüldüyünü bildirir. Çox tez-tez sizə iki fe'l arasındakı fərqi izah edirəm. İndi qoyun yazın, baxacaqsınız. Mən dedim ki, bəzən sizsə sözlərin leksik olaraq da, yəni ki, məna olaraq da onları bir-birlərindən fərqləndirə bilər. Məsəl üçün, прощать bildiyimiz bağışlamaq mənasında istifadə olunur. Amma məsəl üçün, sə əlavə edirəm, прощаться sağollaşmaq mənasında istifadə olunur. Görürsünüz, sə sözün mənasında bəzən dəyişə bilər. Aşağıda qeyd etdiyim улыбаться, смеяться, ошибаться, гордиться. Bu sözlər isə ümumiyyətlə sə olmadan istifadə olunmur. Улыбать, смеять, ошибать, гордить. Bizim rus dildə belə fe'llər istifadə olunmur. Bu fe'llər sadəcə sə ilə istifadə olunurlar. Bir dənə də gəlin xatırlatma edirik. Deməli, sə nəyi bildirir? Qayıdışı bildirir. Prosesin öz üzərində icra etdiyini, iş görənin işi öz üzərində icra etdiyini göstərir. Хорошо? Məsəl üçün, iki dənə fe'l götürək. Вот у нас есть глагол купать, есть глагол купаться. Kupać можно kого-то, kupać kimisə çimizdirmək deməkdir. Siz işi digər bir şəxsin üzərində görürsünüz. Kupаться dediyim zamansa mən işi öz üzərimdə icra edirəm. Я купаюсь. Занимать məşğul etmək, заниматься məşğul olmaq. Bu tip fe'llərimiz var. Yəni ki, bu isə bizə həmin o işin şəxsin öz üzərində icra etdiyini göstərir. Bura qədər aydın olmayan nəsə var, Agi? Что-то непонятное есть? Var mı? Yox, müəllimə, aydındır. Все, хорошо, отлично. İlk öncə ondan başlayaq ki, rus dilində fe'llər 3 zamanda istifadə olunur. Прошедшее keçmiş, настоящее indiki və будущее bildiyimiz gələcək zaman. Baxın, mən sizə orada fe'lin indiki zamanda, yəni ki, настоящее время halında şəxslərə görə dəyişiminin sonluqlarını qeyd eləmişəm. Hər iki tipdə olan fe'lin sonluqlarını qeyd eləmişəm. Yəni ki, bu sonluqları gördüyümüz zaman biz anlayırıq ki, bu söz hal-hazırda indiki zamanda istifadə olunur və hansı şəxslə istifadə olunur. Kimin ki, hallanması zəifdir, mütləq bu məsələdə diqqətli olun. Çünki bəzən elə olur ki, çox primitiv bir şəkildə bizə artıq əvəzlik cümlə içərisində istifadə olunur və o əvəzliklə istifadə olunacaq fe'li tələb edir. Və təbii ki də o əvəzliklə istifadə olunacaq fe'li əgər biz düzgün yazmaq istəyiriksə, sonluqları düzgün yazmalıyıq. Məsəl üçün, əgər siz tutalım ki, cümlə içərisində
v əvəzliyinin yerinə работаем qeyd etmiş olsaz, təbii ki də bu bir səhv olacaq. Olmalıdır. Вы работаете, вы живете, вы говорите. Əslində belə dildə çox asandır. Aramızda hallandıra bilənlər üçün də eyni şəkildə. Amma məndənsə məsləhət bir dəfə də üzərindən keçin. Çox rastlaşmışam elə ki, məsəl üçün danışıqda vrodi danışır, heç bir problem yoxdur, amma test hissəsinə gələndə çaşırtdır. Mən əvəzliyi qarışdırdım, çaşdırdım, tərcüməsinə baxa bilmədim. Mən sizin üçün ora sonluqlarında yazmışam. Bir neçə dəfə üzərindən keçin, başqa bir fe'l götürün, hallandırın. Sonluqlar mütləq və mütləq orası qeyd etdiyim sonluqlar mütləq bilməlisiniz. Çox primitiv bir sual düşə bilər bizə, hansı ki içərisindən sırf bir balaca səhvə görə çıxmaya bilərik. İkinci bir məsələmiz isə keçmiş zaman. Keçmiş zaman isə çox rahat, proşa çevrimi çox rahat düzəlir. Bizim bu dəqiqədə dediyimiz kimi fe'lin məsdər forması var. Nə ilə yaranırdı fe'lin məsdər forması? Hansı şəkilçilərimiz var idi orada? Tu, si, znak. Bəli, отлично. Keçmiş zamanımızın yaranması isə çox asandır. Bildiyimiz həmin bu fe'lin məsdər formasından. T znak, ti, ç znak, yəni ki, məsdər formasının şəkilçilərini silib, ora el sufiksi əlavə etməklə, yəni el şəkilçisi əlavə etməklə siz fe'lin keçmiş zamanını yarada bilərsiniz. Например, gəlin belə bir fe'l götürək. Изучать. Keçmiş zamanı qoymaq istəyirəmsə, T znakı orada siləcəm. Он изучал, kişi cinsi. Она изучала, qadın cinsi. Və они изучали. Yadda saxlayın, fe'llər sadəcə keçmiş zamanda cinsə görə dəyişə bilirlər. Nə gələcək zamanda, nə indiki zamanda fe'l cinsə görə dəyişilmir. Sadəcə və sadəcə keçmiş zamanda fe'l cinsə görə dəyişə bilər. Məsəl üçün, он приходил, она приходила, они приходили. Он кушал, она kuşala, ani kuşali. Sadəcə keçmiş zamanda fe'l cinslərə görə dəyişir. Düşünürəm ki, necə yarandığını haqqında da hər şey sizə aydındır, okeydir. Deməli, fe'limizin məsdər formasının şəkilçilərini silib, ora el şəkilçisi əlavə edirik. Okeydir mi bura qədər hər şey? Hər şey aydındırmı? Əslində indi tam şəkildə aydın oldu mənə. Çox gözəl. Yəni Rahat keçmişə fırladırıb silinən şəkilçisindən biləcəyik ki, bu nədir? Bəli, bəli, da. Хорошо, kimsə sual vermək istəyirdi, pожалуйста. Bir dənə okupać fe'li dedəcək. Bəli. O mən qaranlıq. Deməli, baxın, mən onu nəyə görə izah elədim? Bildiyimiz o qayıdış növünü başa düşəsiniz deyə. Baxın, var kupać, bir də var kupаться. Kupаться da bizdə ся var da, правильно? Kupać, ся. Правильно? Deməli, mən o ся-nı əlavə etdiyim zaman, deməli, qayıdış növümüz nəyi bildirirdi? Şəxs özü öz üzərində görür də o işi. Bax, kupać kimisə çimizdirməkdir. Kupаться amma özün çimirsən. Yəni ki, sən o prosesi öz üzərində görürsən. Və öz üzərində görəndə siyah şəkilçisi olur. Bəli. Düzdür? Bəli, bəli. Хорошо? Aydındır. Так, хорошо. Deməli, vid qlaqola fe'lin növü. Bir daha təkrarlayıram ki, gələcək zamanı izah etməmişdən öncə istədim sizə biraz fe'lin növləri haqqında məlumat verim. Əslində biz bu mövzuya bir dəfə toxunmuşduq. İndi bir dəfə də üzərindən keçirəm. Bakalavrda bu mövzunu yaxşı bilən tələbələr üçün hal-hazırda bu bir hava su qədər vacibdir və lazımdır. Təkrarlayıram, bu da elə yuxarıda sizə izah etdiyim kimi əslində nəzəri material olaraq bizim qarşımıza çıxmır. Amma iki model sual var ki, bir nitq səhvi, iki də o model sualı göstərəcəm sizə indi o 100+ intensiv testin içərisindən. Sadəcə bu iki tip sualda bu növ bizim qarşımıza çıxa bilər və bizə çətinlik yarada bilər. Ona görə də yadda saxlayaq ki, rus dilində fe'lin iki hərəkət forması var. Hərəkət forması deyəndə mən nəyi nəzərdə tuturam? Это глаголы совершенного и несовершенного вида. Sizin Azərbaycan dilindən bildiyiniz bitmiş və bitməmiş tərs. Bakalavr dövründən bu mövzunu xatırlayan var? Совершенный, несовершенный вид. Bəlkə də bakalavr dövrünün də ən çətin mövzularından biri buydu. Necə? Rus dilində xatırlayanlar yoxsa Azərbaycan? Yox, Azərbaycan dilində var bitmiş, bitməmiş tərs. Bilmirəm, ona görə soruşdum. Biz bakalavrda ingilis rus getmiş ya müəllimə. Sən də Bakalavrda məsəl üçün var da rus dilini xarici dil kimi verənlər. Mən onları nəzərdə tuturam.
ki, onlar üçün də bəlkə də ən çətin mövzu budur. Хорошо, ничего, не проблема verməmişsə, deməli biz düzəldəcəyik sizin üçün o faylanı. Теперь что это значит? İlk öncə mən başlamaq istəyirəm. Deməli, совершенный вид. Deməli, bir proses düşünün. Hansı ki, hərəkətin bitdiyini, artıq hərəkətin bitib də bizim əlimizdə bir nəticənin olduğunu bildirir. Təkrarlayıram. Qlaqolı совершенного вида. Bitmiş tərzdə olan fellər. Bitmiş tərzdə olan fellər hərəkətin artıq bitdiyini və bizim əlimizdə bir nəticənin olduğunu göstərir. Məsəl üçün, və несовершенный вид var. Это bitməmiş tərz. Bitməmiş tərzsə hərəkətin hələ də davam etdiyini göstərir. Və mənim hərəkətim davam etdiyinə görə hələ də mənim əlimdə bir nəticə yoxdur. Deməli, əlimdə var qlaqolu несовершенного вида. NSV qısaldaq onu. Несовершенный вид NSV. Deməli, bu həmin fellər hərəkətin davam etdiyini, bitmədiyini göstərir və mənim əlimdə bir nəticə yoxdur. Var qlaqol совершенного вида. O isə əksinə, hərəkətin bitdiyini və mənim əlimdə bir nəticənin olduğunu göstərir. Bitmiş tərzdə olan fellər что сделать? Bitməmiş tərzdə olan fellər isə что делать sualına cavab verir. Aydındır. Bura qədər düşünürəm ki, hər şey okeydir. İndi gəlin baxaq görək, cümlədə biz bunları sizinlə necə ayırt edə bilərik və bizə bunun üçün nələr kömək olacaq. Aşağıda sizə belə bir tablitsa göstərmişəm, qoymuşam, baxın. Yazmışam ora, несовершенный вид və совершенный вид. Görürük bunu. Bəli. Da. İndi məsəl üçün bizim orada belə bir fe'limiz var. Думать. Tərcümə? Fikirləşmək, Düşünmək və Düşünmək. fikirləşmək. Fikirləşmək. İndi mən sizə deyirəm ki, qlaqol думать это qlaqol несовершенного вида. Deməli, думать, yəni ki, fikirləşmək feili bitməmiş tərzdə olan bir feildir. Bu dəqiqə mən dedim ki, bitməmiş tərzdə olan feillərimiz, onlar prosesin davam etdiyini, əlimizdə bir nəticənin olmadığını göstərir. Yadda saxlayın, bu tip feillərimiz 3 zamanın 3-ündə də istifadə olunurlar. Mən o feili həm keçmiş zamanda istifadə edə bilərəm, həm indiki zamanda istifadə edə bilərəm, həm də gələcək zamanda istifadə edə bilərəm. Gəlin cümlə içərisinə baxaq. Məsəl üçün deyirəm ki, я думала о вчерашнем событии. Təkrarlayıram. Я Keçmiş zaman. думала о вчерашнем событии. Feil dumala. Deyirəm ki, bu bitməmiş tərzdir. Deməli, mən bu dumala feilini tərcümə edib necə tərcümə edəcəm? Mən dünənki hadisə haqqında düşünürdüm. Proses keçmiş zamanda nə edirdi? Davam edirdi. Правильно? Dünən mən uzun-uzadı bu məsələ haqqında düşünürdüm. Dünənki məsələ haqqında düşünürdüm. Deyirəm ki, indiki zamanda istifadə edə bilərəm. Deyirəm ki, я думаю о вчерашнем событии. Tərcümə necə edəcəm? Mən dünənki hadisə haqqında düşünürəm. Agi proses nə edir? İndiki zamanda davam edir. Gələcək zamanda istifadə edə bilərəm. Я буду думать о вчерашнем событии. Mən dünənki hadisə haqqında düşünəcəm. Proses gələcək zamanda nə edəcək? Davam edəcək. Yəni, bitməmiş tərzdə olan feillərimiz hərəkətin keçmiş, indiki və gələcək zamanda davam etdiyini göstərir. Gəlin başqa bir feil götürək. Например, готовить. Любите готовить? Pişirməyi sevirsiniz, pişirməyi sevirsiniz. Любите готовить? Нет? Я не люблю. Я тоже не люблю. Bəli. Я не люблю. Bağışlayırdım. Xoşlayırsınız, nə gözəl. Mən də sevmirəm. Bəli. Хорошо. Тогда давай gəlin bu готовить feilini bir istifadə edək. Хорошо? Agi, buna qədər hər şey aydındır. Ən azından cümlənin tərcümələri, istifadəsi falan. Bəli. Gəlin bir dənə də feilimizi götürək. Готовить. Bax yazmışam ora niyə совершенно. Готовить. Məsəl üçün deyirəm ki, вчера я готовила плов. Bax, bitməmiş tərzdə olan feildirsə, готовила necə tərcümə olunacaq? Mən dünən plov hazırlamışdım. Hazırlayırdım. Proses keçmiş zamanda nə edirdi? Davam edirdi. Я готовлю плов. Mən plov hazırlayıram. Proses indiki zamanda nə edir? Davam edir.
Ya budu готовить plov. Proses gələcək zamanda nə edəcək? Davam edəcək. Azərbaycan dilində var ya, qəti gələcək zaman. Edəcək mütləq. Bax, gələcək zamanda davam edəcək. Mütləq olacaq bu. Deməli, bitməmiş tərzdə olan fe'llərimiz что делать sualına cavab verirlər. Bu birinci nüans. İkinci nüans, prosesin davam etdiyini və hələ də əlimdə bir nəticənin olmadığını göstərir. Üçüncüsü, 3 zamanda istifadə oluna bilər. Hansı 3 zamanda istifadə oluna bilər? Keçmiş zamanda istifadə oluna bilər, indiki zamanda istifadə oluna bilər və sizin Azərbaycan dilinizdə olan qəti gələcək zamanda, yəni ki, gələcək zamanda prosesin davam etdiyini bildirir. Bura qədər hər şey aydındır. Все понятно? Aydındır. Aha, indi keçirəm. Baxın, думать fe'linin qarşısında ikinci bir fe'l qeyd eləmişəm sizə qarşısında. Совершенный вид olaraq nə yazmışam? Подумать. Хорошо. Подумать. Nə əlavə eləmişəm ora? Po. Bəli. Deməli, biz daha çox, ümumiyyətlə bu совершенный və несовершенный вид, baxın, думать, подумать, готовить, приготовить. Bunlara rusca deyirik biz видовая пара. Видовая пара nədir? Sual verirəm sizə. Думать və подумать arasında leksik olaraq hər hansısa bir fərq var, məna olaraq. Nəsə bir fərq var bu fe'llərin arasında? Hər ikisi Azərbaycan dilində tərcümə olunur. Düşünmək deyə tərcümə olunur. Bəli, məna olaraq bu iki fe'lin arasında fərq yoxdur. Yaxşı, tək fərq nədədir bəs bu fe'llərin arasında? Tərs. Biri bitmişdi, biri bitməmişdi. Deməli, видовая para nədir? Mən видовая para deyəndə nəyi nəzərdə tuturam? Baxın, elə bu iki sözü yada sala bilərsiniz. Думать, подумать sözlərini yada sala bilərsiniz. Deməli, mən nəyi nəzərdə tuturam? İki fe'li nəzərdə tuturam. Biri bitmiş tərsdir, biri bitməmiş tərsdir. Leksik olaraq onların heç bir fərqi yoxdur. Aralarında heç bir fərq yoxdur. Tək fərq nədədir? Tək fərq onların tərzlərindədir. Думать – это глагол несовершенного вида, bitməmiş tərzdə olan fe'ldir. A подумать – это глагол совершенного вида, bitmiş tərzdə olan fe'ldir. Yəni, bax, думать, подумать, готовить, приготовить – это видовая пара. Bunlar yəni ki, izah eləyim, termin olaraq bunları belə yadda saxlayın. Gəlin indi готовить fe'limizin, daha doğrusu думать fe'limizin совершенный видini istifadə edək. Dedik ki, подумать – это глагол совершенного вида, bitmiş tərzdə olan bir fe'ldir. Правильно? Yadda saxlayın. Bitmiş tərzdə olan fe'llərimiz что сделать sualına cavab verirlər. Что сделать? Подумать. Prosesin bitmiş olduğunu göstərirlər və bizim əlimizdə bir nəticə var. Üçüncü nüans, yadda saxlayın. Sadəcə iki zamanda istifadə oluna bilərlər. Bir, keçmiş zamanda istifadə olunur. Bir də qeyri-qəti gələcək zamanda istifadə olunur. Совершенный вид, yəni bitmiş tərzdə olan fe'llərimiz əsla və əsla indiki zamanda istifadə oluna bilməz. İndi gəlin cümlədə sizə göstərim. Bayaq cümlə dedik ki, я думала о вчерашнем событии. Necə tərcümə elədik biz o cümləni? Я думала о вчерашнем событии. Mən dünənki hadisə barəsində düşünürdüm. Ay, sağ ol. İndi deyirəm ki, я подумала о вчерашнем событии. Bunun tərcüməsi, mən dünənki hadisə haqqında düşündüm. Biri var düşünürdüm. Keçmiş zamanda proses nə edirdi? Davam edirdi. Biri də var ki deyirəm, düşündüm. Proses nədir? Bitdi. İndiki zamanı var bu fe'llərin? Xeyr, dedim ki, yoxdur. Hansı zamanı var? Gələcək zamanı var. Qeyri-qəti gələcək. Məsəl üçün, я подумаю о вчерашнем событии. Mən dünənki hadisə haqqında fikirləşərəm. Fikirləşərəm və bitər. Qutarar proses. Подумаю. Bəli, Подумаю. İndiki zaman deyil. Fikirləşəcəm kimi getmir. Əgər səhv etmirəmsə fikirləşərəmdir. Əgər Azərbaycancasını qarışdıra bilərəm, qəti gələcəyini, qeyri-qəti gələcəyini qarışdıra bilərəm. Amma в любом случае gələcək zamandır. Хорошо? Вот есть подумаю, есть я буду думать. İkisi də gələcək zamandır. Siz Azərbaycanca olan o qəti gələcək və qeyri-qəti gələcək ilə qarışdıra bilərəm. No, насколько я знаю, bir dəfə baxmışdım açıb ona. Ki, ya budu думать, mən mütləqdir fikirləşəcəm, qəti gələcəkdir. Ya подумаю, fikirləşərəm. Onların ikisinin arasındakı fərqi hələ ki aydınlaşdıra bilməmişəm. Nə qədər də soruşam, tam mənə düzgün cavab verə bilmirlər. Bir dəfə mənə cavab verdilər.
Подумаю. Сейчас, yəni indiki hal-hazırda fikirləşirəm. Yo, padumayu fikirləşərəm. Yo, fikirləşərəm. Fikirləşərəm. O gələcək zamandır. Bir daha təkrarlayıram Mən ki, bir dənə qlaqol soruşa bilərəm. da. Bir dənə suallar. Говорить, məsəl üçün nə совершенноdır? Разговаривать, məsəl üçün. Yox. Говорить və совершенноdır. разговаривать, говорить, разговаривать bunlar məna olaraq fərqli fellərdir. Говорить ümumiyyətlə fərqli yaranır. Говорить, сказать. Разговаривать qarşılıqlı danışmaqdır. Говорить mən tək danışıram. Вот я говорю, а мы разговариваем. Хорошо? Qarşılıqlı. İndi разговаривать hansıdır? Совершенноdur yoxsa Разговаривать, что делать несовершенныйdır. Говорить, что делать x-dən nесовершенныйdır. Amma говорить elə bir feldir ki, o kökdən dəyişir. İndi onlar haqqında sizə məlumat verəcəm. Onun kökdən da olacaq сказать. Хорошо? İndi siz mənə ümumi deyin. Совершенный, несовершенный vid. Ən azından ümumi bir məlumatımız oldu. Təxminən bu nədir? Hansı zamanlarda istifadə olunur? Azdan çoxdan başa düşürəm. Bu pristavkaları görəndə konkret bilirik ki, bu pristavkalar olanda совершенноdur da. Belə deyim sizə, 80% bəli. Amma o pristavka ilə yanaşı o feilin içərisində elə bir şəkilçi də ola bilər ki, o sizə onu göstərməyə də bilər. Ona görə ümumi hamısı ilə tanış olmaq lazımdır. Хорошо? Amma belə məsələn, baxın, учить, выучить, ждать, подождать, читать, прочитать, писать, написать, думать, подумать, хотеть, захотеть, видеть, увидеть, приготовить, готовить, bəli. Amma burada bəzi şəkilçilər də var ki, onlar bizə все-таки icazə vermir ki, biz ancaq bunları совершенный və yaxud da несовершенный vid olaraq götürək. Спасибо большое. Хорошо? İndi siz mənə icazə verin, mən bunun davamını gətirim, sonra bir dəfə də suallarınıza cavab verim. Çünki tam bilmirik deyə suallarımız biraz düzgün gəlmir. Давайте до конца объясню, потом я послушаю ваши вопросы. Можно? Отвечу на ваши вопросы. Siz mənə deyin, görün, bura qədər izah etdiyimdən bu, məsəl üçün, bitmiş tərsinədir, bitməmiş tərsinədir. Bura qədər okeydir hər şey? Açıq deyil müəllimə. Da. Yox. Mənim okey deyil, amma səbəbi siz deyilsiniz. Haqqınızı halal edin. Yəni səbəbi siz deyilsiniz. Səbəbi ümumiyyətlə mənim humanitar fənlərə olan antipatiyamdır. Ki mən bu Birinci tablitsa olaraq biz sizinlə приставкалara baxdıq. Məsəl üçün, готовить, приготовить, там, я не знаю, думать, подумать, не знаю, что там еще. Да? Читать, прочитать, писать, написать, правильно? Ümumi bir məlumatımız oldu. Bu 3 tablitsanı da sizə izah edəcəm. Daha doğrusu 2 tablitsa, üçüncüsündə izah olunacaq bir şey yoxdur. Primer olaraq sadəcə sizə, məsəl üçün, совершенный, несовершенный vid olaraq felləri qeyd eləmişəm. Bu 3-cü tablitsa tərcümə olunur, öyrənilir, yadda saxlanılır. İkisini isə mən sizə izah eləyəcəm. Deməli, bu bitmiş, bitməmiş tərzin bayaq dediyim o vidovaya para məsələsi. Vidovaya para nədir xatırladıram. Məsəl üçün, pисать, написать. Hər ikisi yazmaq deyə tərcümə olunur. Tək fərqi, yəni ki, məna olaraq heç bir fərqi yoxdur. Bu feillərin tək fərqli tərzlərdə olmaqlarıdır. Pисать несовершенный вид. Написать isə совершенный vid olmasıdır. İndi приставка olaraq bildik ki, əgər məsəl üçün necə? Baxın, boğazı tutulub. Sizdən tənəffüs elə bir çay içinə sonra. Qanımda var çay, amma inanırsan ki, içməyə şey yoxdur, но не переживай. Давай bunu bitirim. İçəcəm, narahat olma. Спасибо большое, очень приятно. Так, deməli, birinci приставка olaraq dedik ki, deməli, приставка görürüksə, yəni o söz önünü o qabaqda görürüksə, o bizə feillərin bitmiş tərzdə olduğunu göstərə bilər. Məsəl üçün, думать, несовершенный вид, po əlavə elədik, подумать, oldu совершенный вид. İkinci olaraq isə şəkilçilərimiz ola bilər. Baxın, orada bizim birinci sözümüz var. Пригласить, приглашать. Или, например, рассказывать, рассказать, спрашивать, спросить, сдавать, сдать, решать, решить. Məsəl üçün, bizim orada решать deyə bir sözümüz var. Видите? Что такое решать? Necə tərcümə olunur? Həll etmək. Həll etmək. Bir dənə də mənası var. Qərar qəbul etmək. İki mənada istifadə olunur. Bax, keçən ilki qəbulda iminə bu решать sözünün mənasını istəyirdi bizdən. Mətnin içərisində görəcəksiniz. İndi demirəm hansı mənada istifadə olunmağını istəyirdi. Ona görə deyirəm ki, sözün iki mənası var, yadda saxlayın.
Bir həll etməkdir, bir də qərar qəbul etmək mənasında. Хорошо, имейте в виду. Вот теперь смотрите. Решать fe'limiz var, bir də решить fe'limiz var. Bu iki fe'l bir-birindən nə ilə fərqlənir? Чем отличаются эти два глагола? Şəkilçi ilə. Решать A, решить I. Правильно? Görürsünüz? Deməli, решать отвечает на вопрос, что делать. Решить отвечает на вопрос, что сделать. Deməli, решать, həll etmək, это глагол несовершенного вида. Решить – совершенный вид. Включать – включить. Не знаю, там, изучать – изучить. Və s. Deməli, əgər bu A şəkilçisini görürsünüzsə sözün içərisində 99% o sözümüz несовершенный вид. Ona oxşar sözdə I görürsünüzsə совершенный vidə aiddir. Yuxarıda var məsəl üçün сдавать, сдать. Ива, ива, va. Baxın, yuxarıda var спрашивать, например. Ondan biraz yuxarıda var рассказывать, например. Yadda saxlayın. Ива, iva, va şəkilçiləri fe'lin hansı formada несовершенный вид, yəni ki, bitməmiş tərzdə olduğunu göstərir. Deməli, 3 əsas şəkilçi yadda saxlamalısınız. 1. Ива, iva, va bitməmiş tərzdir. Решить I, bir də aşağıda крикнуть sözü qeyd olunub. I və nu isə, baxın, крикнуть, двинуть, nə bilim, və s. Nu gördünüzsə, bu fe'llərim isə 99% bitmiş tərzdə olduğunu göstərir. Hansı şəkilçiləri yadda saxlayaq? Təkrarlayıram. Ива, iva, va və A şəkilçisi fe'lin bitməmiş tərzdə. I, nu şəkilçisi isə fe'lin bitmiş tərzdə olduğunu göstərir. Aydındır bura qədər. Bunu yadda saxlamalısınız. Хорошо, запомнили? Yəni крикнуть nədir? Qışqırmaq. Qışqırmaq. Qışqırmaqdır. İkisi də qışqırmaqdır. Bəli, burası biri bitmişdi, biri bitməmişdi. Хорошо? İndi bu üçüncü tablitsaya gələm. Üçüncü tablitsa isə bayaq говорить və разговаривать sözünü soruşdu bir xanım məndən. Bayaq da saxlayın, bizim elə sözlərimiz var ki, onlar kökdən dəyişir. Говорить, сказать, брать, взять, не знаю, класть, положить, искать, найти, ловить, поймать. Хорошо? Yadda saxlayın ki, bu sözlərimiz tamamilə kökdən dəyişir də. Yəni, məsəl üçün, искать, axtarmaq deməkdir. Что сделать, найти, tapmaq, proses artıq bitmiş kimi göstərilir. Aşağıda verilən üçüncü tablitsamız isə xanımlar və bəylər, bu tamamilə sizin üçün sadəcə fe'lləri qeyd eləmişəm ki, hə, bax, bu fe'l bitməmişdi, bu bitmişdi. Хорошо? Bunları sadəcə tərcümə ilə öyrənin, baxın. Ki, yadınızda qalsın ki, bu bitmişdi, bu bitməmişdi. Və yaxud da, məsəl üçün, özveçin şəkilçiləri qeyd edə bilərsiniz. Məsəl üçün, baxın, burada списывать sözümüz var. Nə deməkdir списывать? Что такое списывать? Köçürmə. Bəli. Bax, onu yanına qeyd eləmişəm. Списать. Списывать-da nə görürük ki, orada? Nə şəkilçi var orada mənə kömək edə biləcək? Ива. Ива. Bəs списать-da nə var? İt. İt. Yox, it yox da at. Məsələn, bax, ива bildiyin ki, все, уже bitməmiş tərzdir. Все, значит, списать, что сделать. Amma yenə deyirəm, bu necə deyim, bir qayda olaraq deyil də, sadəcə çox fe'llərə aid olan bir məsələ olduğu üçün bunu belə yadda saxlamalısınız. Хорошо? Запомните, пожалуйста, просмотрите обязательно глаголы. Plus sizə fe'lin söz bazası olaraq da qrupa yönləndirmişdim. Oradakı fe'llərə də mütləq baxın. Ümumiyyətlə, bir dili yaxşı bilmək istəyirsinizsə, birinci onun fe'llərini öyrənmək lazımdır, обязательно. İndi keçirəm ikinci bir nüansımıza var. Fe'lin məsdər formasının işlənməsi. Gəlin bir də yadımıza salaq görək. Məsdər forması necə istifadə olunur? Nədir ümumiyyətlə? Necə yaranır? Bəli, T məhki znak T və Ç məhki znaklı. Хорошо. Nədə saxlayın? Bizim elə bir durumlarımız var ki, baxın sizə bura 2-3 dənə dediyim 6-7 dənə durum qeyd eləmişəm ki, burada qeyd olunan sözlərdən sonra mütləq və mütləq fe'l məsdər formasında istifadə olunmalıdır. Məsəl üçün, хотеть, уметь, мочь, любить, собираться, советовать, просить. Bu tip istək bildirən, deyim, bacarmaq bildirən fe'llər gördüyümüz zaman fe'l mütləq məsdər formasında istifadə olunur. Çox primitiv gəlin bir cümlə götürək. Məsəl üçün deyirəm ki, Azərbaycanca demək istəyirəm ki, daha doğrusu rusca demək istəyirəm ki, mən yazmağı bacarıram. Gəlin bu cümləni mən rusca deyin.
Я, Я, я умею. я Я умею умею, писать. я могу писать, я умею Писать. писать. Görürsən? Bəli, bu tip gördün fe'li mən hansı formada istifadə elədim? Tə məhki znak formasında istifadə elədim. Хорошо? Və yaxud da baxın aşağıda əsas olaraq baxmalı olduğunuz bir burada o ikinci nüansdır. Bir də 5 var. Baxılır 5 olaraq qeyd eləmişəm. Надо, нужно, необходимо, можно, nельзя, должен bu tip fe'llərdən sonra da mütləq fe'l məsdər formasında gəlməlidir. Məsəl üçün demək istəyirəm ki, mən getməliyəm. O malı məlini mən nə ilə göstərim? Долженlə. Deyirəm ki, я должна поехать. Tərcümə edin, я должна поехать. Mən getməliyəm, mütləq getməliyəm. Və yaxud da мне надо поехать, мне нужно поехать, необходимо поехать, можно поехать, нельзя поехать. Fe'l bu 7 dənə qeyd etdiyim haldan sonra mütləq və mütləq məsdər formasında gəlməlidir. Dəyişə bilməzsiniz fe'li. Хорошо? Əsas olaraq da 2-ci və 5-ci nüansa baxırsınız. Ən əsası da 5-ci nüansdır. Çox tez-tez düşür imtahanda və yaxud da nüans olaraq. Хорошо? Bu da okeydir. Aydındır bura qədər. Bəli, bir də demişdi cümlədə 2 dənə fe'l varsa, Qızım, biri elə bu məsdər nüansdır. olmalıdır. Elə o, bəli, elə bu dediyimdir. Sadəcə burada daha açıqlayıcı olaraq. Amma belə bəli, onsuz da fikir versən, bunlar hamısı fe'l olaraq istifadə olunur. Хорошо? Bəli. Все, bəli, o dediyimdir. Cümlədə yan-yana 2 dənə fe'l görürsünüzsə, birincisini dəyişirsən, ikinci qalır məsdər formasında. Bax, elində dediyim kimi. Хорошо? Bəli, bəli. İndi теперь слушайте. Bir dənə də balaca lifehack deyirəm sizin üçün. İki совершенный вид, несовершенный вид. Bitmiş, bitməmiş tərzi bir-birindən ayırt edə bilmək üçün. Deməli, baxın sizə ora dolqa deyə bir söz qeyd etmişəm. Dolqa uzun müddət deyə tərcümə olunur. Niyə bu sözü sizə ora yazmışam? Əgər bitmiş və bitməmiş tərzi bir-birindən məsəl üçün sualla, şəkilçilərlə ayıra bilmiriksə, həmin o sözü dolqa sözü ilə istifadə edin. Əgər azdan çoxdan dil biliyimiz varsa, başa düşəcəksiniz ki, əgər hər hansısa bir fe'l dolqa sözü ilə istifadə olunursa, məsəl üçün dolqa читать, dolqa списывать, yəni ki, mən dolqa списать, dolqa прочитать, dolqa написать deyə bilmərəm. Çünki прочитать, написать, списать bunlar bitmiş tərzdə olan fe'ldir. Uzun müddətli şəkildə onları edə bilməzsiniz. Dolqa sözü ilə istifadə olunan fe'llər читать, списывать, изучать, решать, хотеть, думать bitməmiş tərzdə olur. Deməli, əgər hər hansısa bir fe'l dolqa sözü ilə istifadə olunursa, deməli bitməmiş tərzdədir. Bu bir. İkinci nüans. Sizə ora сложное будущее время qeyd eləmişəm. Mürəkkəb gələcək zaman deməkdir. Yadda saxlayın, mürəkkəb gələcək zaman nə ilə yaranır? Буду. Я буду читать. Ты будешь читать. Он, она будет читать. Мы будем читать. Вы будете читать. Они будут читать. Yadda saxlayın, budu fe'lindən sonra istifadə olunacaq fe'l olmalıdır bitməmiş tərzdə. Məsəl üçün, orada görsəz əgər я буду прочитать, ты будешь написать, он, она будет захотеть, мы будем списать, olmaz. Буду, будешь, будет, будем, будете, будут. Bunlardan sonra istifadə olunan fe'l olmalıdır bitməmiş tərzdə. Bitmiş tərzdə olarsa nitq səhvi hesab olunur. Aydındır? Agi, понятно? Точно? Надеюсь. Gəlin baxaq 43-cü suala. Və 43-cü sualda mənə deyir ki, на вопрос, что делать, отвечает слова. Что делать sualına cavab verən söz istəyir məndən. Baxın, düzgün variantımız orada olacaq variant A. O da niyə? Что делать sualı bildiyimiz bizdən məsdər forması tələb edir. Biz o B, C, ya doğrusu C, D, Y variantlarına baxsaq, onların heç biri bizdən məsdər forması deyil. C variantında обедали bildiyimiz keçmiş zamandır. Что делали sualına cavab verir. D variantında olan обеденный, bu isə ümumiyyətlə deyirik, məsəl üçün, bax, yanına yazmışam. Обеденный перерыв bildiyimiz nahar fasiləsi deməkdir də. Обеденный перерыв nahar fasiləsi deməkdir. Обеденный ümumiyyətlə nahara aid olan. Y variantında обед bu ümumiyyətlə isimdir. Что sualına cavab verir. Qalır bizim iki variantımız. A variantımız, bir də B variantımız. A variantındakı, daha doğrusu bir dəfə də qayıdıram, şərtdə olan suala diqqət yetirəm. Что делать sualını istəyirsən məndən hansı zamanı tələb eləyir?
Daha hansı Не tərzi tələb edir? совершенный. Bəli, niyə совершенный vid? Bəli, o da olacaq variant A-da. B variantına amma baxın sizin üçün ora nə qeyd eləmişəm? Po qeyd eləmişəm. Пообедать, что сделать sualına cavab verəcək. Bildiyimiz приставка ilə yaranır, правильно? Ona görə совершенный vid olmuş olacaq. На вопрос, что сделать? Baxın, bayaq i göstərdim sizin üçün. Помните şəkilçi olaraq решить, включить, изучить, опустить. I deməli 99% feilin bizə hansı formada olduğunu göstərir? Bitmiş tərzdə olduğunu göstərir. 45-də bayaq sizə məsdər formasının istifadə məsələsini göstərmişdim. Onların içərisində решать feili də var idi. Baxın, мы решили, biz qərarı aldıq. Мы решили, что сделать, поехать. İki feil yan-yana gəlir. Birini dəyişirəm, digəri məsdər formasında qalır. Ona görə 45-də cavabım olacaq B variant. Digərlərinə baxsaz, поедем, gedərik, мы поедем. Поехали, это прошедшее время, keçmiş zamandır. Поеду, gedərəm. Поедут, gedərlər, gələcək zamanda. Ona görə düzgün variantım olaraq qalır variant B. 46-cı sual. Bax, bayaq dedimi? Əvəzlik məsələsinə diqqətli olun deyə. Bax, həmin o formatlardan biridir. Və mən burada olan bu əvəzliyə görə ты, Azərbaycanca sən deyə tərcümə olunur da, правильно? Avtomatik olaraq A variantını siləcəm. Avtomatik olaraq B variantını siləcəm. Çünki сдаю, я сдаю, сдаем, мы сдаем. Bax, bir dənə balaca qaydanı bilməklə mən avtomatik A-nı da B-ni də silmiş olacağam. Seni de dardım. Bəli, даже C-ni də niyə siləcəm? Çünki can formasındadır. İndi orada gələcəm. Bəli, çünki zdali can formasıdır. Məyər mən sən əvəzliyi ilə can forması istifadə edə bilərəm? Xeyr, istifadə edə bilmirəm. Вы сдали deyə bilərik. Da, мы сдали, они сдали. Olar da əgər olsaydı. Görürsən, bir balaca qaydaya görə mən 3 variantın 3-ünü də silmiş olurum. Qalır orada 2 variantım. 2 variantıma da mənə nə kömək eləyəcək? Baxın, deyim nə kömək eləyəcək. Bu cümlənin sonunda nazad sözünü sizin üçün etiketləmişəm, daha doğrusu fərqləndirmişəm. Nə deməkdir nazad? Keçmiş. Keçmiş istəyir məndən. Keçmiş. Bir həftə bundan öncə, bundan qabaq. Deməli, hansı variant olacaq? Y variantı. Сегодня ты сдал экзамен. Sən bugün imtahan vermisən. O da cavab verir. Я уже сдал экзамен неделю назад. Mən artıq imtahanı bir həftə qabaq vermişəm. Agi понятно? Aydındır? Bəli, bu dolqa sözünə görə çox sağ olun da, yəni. Да, не за что, красавец. Пользуйся на здоровье. Və 47-ci sual. Əslində mənim lifehacklarım çoxdur, prosta ruski sektor üçün keçərlidir. Bundan sonra sizə də deyəcəm. Вот 47-й вопрос. Вот 47-й вопрос. Bax, bu tip imtahan sualı 2026-nın modellərində var. İmina bu 47-ci yoxdur. İmtahan modellərində var. Deməli, sizin də qabağında çıxa bilər. Deyir ki, укажите слово, отличающееся по своему лексико-грамматическому признаку. Öz həm leksik, həm də qrammatik olaraq digər sözlərdən fərqlənəni istəyir. Bax, bu sualı gördünsə, birinci olaraq variantlara baxırsan, gör, orada nitq hissəsi olaraq sənə nə verib? Burada nitq hissəsi olaraq 99% bizə ya isim verir, ya da feil verir. Feil verirsə, deməli, orada совершенный вид, несовершенный вид məsələsidir. Çox nadir hallarda mənaya uzlaşan nəsə ola bilər. Əgər səndə variantların içərisində bu tip sualda feil verirsə, deməli, orada bitmiş-bitməmiş tərz məsələsidir. İndi baxın. Укорачивать-da ива. C variantında расширять E. D variantında var iva. Iva, iva, a, ya. Nəyin göstəriciləri idi? Bitməmiş tərz. Bax, укорачивать несовершенный вид. Расширять несовершенный вид. Приклеивать несовершенный вид. Потеть isə tərləmək deməkdir. O da bitməmiş tərzə aiddir. Что делать? Потеть. Qalır bir dənə измерить. Bu dəqiqə dedim i şəkilçisi isə mənə bitmişliyi bildirirdi. Решить, включить, измерить, например, опустить. Bayaq 44-cü sualda baxdıq sizinlə. İ də bitmiş tərzdə olduğunu göstərir. Maksimum bu qədər ola bilər. Bundan çətin düşünmürəm ki, imtahanda olsun, amma yenə də hər ehtimala qarşı. Deməli, 47-də ona görə digərlərindən leksik olaraq, qrammatik olaraq fərqlənən sözümüz hansı oldu? Variant A. İndi sizə sualım var. Bu izah elədiklərimin arasından hansı sizə aydın deyil?
Müəllimə, bu indiki dediyi sual var. Mən bunu səhv yazmışdım yazanda. Amma indi dərsi keçdiniz deyə o mənə daha aydın oldu. Dərsi keçməmişdi deyə mən burada işin içindən çıxa bilmirdim. Qızım, indi mənə Məsəl bax. üçün dolqa izmeriç yox da будет izmeriç deyə bilmirik də. Xeyr, nə dolqa Avtomatik izmeriç də götürə bilirik. olmaz, nə də будет izmeriç olmaz. Всё. Amma mən meriç demək olar da. Мерить, да, meriç. что делать? Orada уже из da rol oynayır da, bəs izdə əlavə edirik sonra. Хорошо? Bax, всё, qarşınıza будет izmeriç oldusa əgər olmaz. Bu bir, ikincisi də bu sualların izahını da mən göndərmişəm. Yəni ki, bu sualların ayrı şəkildə izahı da var. Oradan da girib bir dəfə baxa bilərsiniz. Əgər birdən aydın olmayan nəsə olarsa sizə. Хорошо? Müəllimə, bəs izmeriç. İzmeriç. Bax, o niyə совершенно etdim? Dolqa izmeriç, budu izmeriç deyə bilərsən. Müəllimə, bir dənə sual verim. Dedinizsə, məsələn, isimdə ya fe'l olur, ya da isim olur da. İsim olanda bəs nəyə fikir verməliyik? İsim olanda orada bir neçə format ola bilər. Bir, məsəl üçün deyirəm. Bu çox primitiv olacaq. Tutalım deyək ki, Женский, мужской род kimi bir şey ola bilər, məsələn. əgər qrammatikadsa 99% murskoy женский roddur. Bəzən isə ola bilər ki, məsəl üçün deyirəm, 4 dənə söz verir, 4-ün bir daha 5 söz verir, 5-in 4-ü canlıdır, biri cansızdır. Və yaxud da 4-5 dənə söz verir, 4-ü meyvə adıdır, məsəl üçün deyirəm, biri tərəvəz adıdır. Da, amma əgər qrammatikadırsa əsasən, orada cins məsələsidir. Bir də ən çox da o məhz znaklı olanlara fikir verirlər. Помните, məsələn, çox karamel, kisel izah eləmişdim sizə. Konya, loşad, gost. Bu tip sözlər daha çox fikir verirlər. Bəli, başa düşdüm. Mən çox sağ olun. Başqa aydın olmayan nəsə var, Agi? Yoxdur ki. Точно, всем все понятно. Müəllimə, bir dənə söz var idi. Думать, подумать. Da. Orada приставка по idi. Bəli. Например, orada aşağıda приставкасы var da. Məsələn, придумать da demək olar. Придумать da demək olar, amma думать və prидумать arasında məna olaraq fərq var. Çünki думать düşünmək deyil. Başqa şeydir, yəni. Bəli, prидумать Fikirləşib tapmaq. Bəli. Madem ya prидумала. Bax, məsələn, desən ki, ya подумала ideyu olmaz. Dostu, ya подумала ideyu, mən ideyanı fikirləşdim. Amma ya prидумала ideyu, mən fikirləşib tapdım. O qərar, o qənaətə gəldim, o fikrə gəldim. Bax, bu mənada. Orada məna olaraq da fərq var, quzum. Хорошо? Приставка mənasını deyir. Bəli. Ümumiyyətlə bizim bütün pristavkalarımız demək olar ki, məna dəyişir. Выдумала, например, o vəbşə özündən çıxardım deməkdir. Bax, özünü deyir, özündən çıxarmısan bunu. Özündən uydurmusan mənasında. Bax, gördün, выдумала da o deməkdir. Хорошо, uydurmaq mənasında. Bəli, aydındır. Хорошо, надеюсь. Bizim qarşımızda mürəkkəb gələcək zamanın yaranmasında ola biləcək bir nitq səhvini sizə izah edirəm. Biz bilirik ki, mürəkkəb gələcək zaman, то есть сложное будущее время nə ilə yaranır? Bildiyimiz быть fe'linin hallandırılması ilə. Например, я буду читать, ты будешь ходить, он, она будет писать, мы будем читать, вы будете списывать, они будут, не знаю, приходить və s. Deməli, mürəkkəb gələcək zamanımız nə ilə yaranır? Baxın, bu sözlər mütləq burada olmalıdır. Ya будет, ты будешь, он, она будет. Nitq səhvi olaraq qarşımıza bu məsələ necə çıxa bilər? Yadda saxlayın ki, bu gələcək zamanımızın, yəni ki, mürəkkəb gələcək zamanımızın yaranması üçün bu formalardan sonra istifadə etdiyiniz fe'l olmalıdır mütləq bitməmiş tərzdə. Məsəl üçün deyirəm, ya budu читать. Читать fe'limiz bitməmiş tərzdədir. Я буду что делать? Читать. Amma əgər birdən qarşınıza çıxarsa, я буду прочитать, ты будешь написать, да, он, она будет spисать. Əgər bu bizim qarşımıza çıxarsa cümlə içərisində, nitq səhvi olaraq həm qrammatik, ümumiyyətlə səhv hesab olunur. Cümlədə elə istifadə etmək olmaz. Burada qeyd etdiyim formalardan sonra fe'l mütləq bitməmiş tərzdə istifadə olunmalıdır. Bura qədər aydın olmayan nəsə var? Все понятно? Хорошо, точно? Və yazmışam, rечевая ошибка, nitq səhvi. Əgər bu nitq səhvi mövzusu bizim qarşımıza bir söz birləşməsi olar, daha doğrusu bir cümlə olaraq çıxırsa, məndən sizə məsləhət, siz çalışın söz birləşmələri ilə işləyin. Bax, mən söz birləşmələri olur, nəyi deyirəm? Bax, məsəl üçün deyirəm. Bax, bura sizin üçün də qırmızı ilə qeyd edəcəm. Burada belə bir nüans qeyd olunub. Staraya babushka. Necə tərcümə olunur?
Qoca nənə. Qoca nənə. Qoca Ay, nənə. sağ ol. Aa. İndi bax çox primitiv sizdən soruşuram. Nənə cavan ola bilər? Hə, müəllimə, burada bizim Azərbaycan şeyində axı belə yəni problem var. Hə. Yəni necə? Məsəl üçün indi Allah uzun ömür versin. Hı. Anamızın şeyi, neydi? Anası. Yəni mənim nənəm Hı. sağdır. Mənim uşaqlarım, mənim nənəmə 2 dənə nənə qarşılıqlıq düşməsin deyə deyirlər qoca nənə. İndi bax o sənin ailənin individual problemidir, Anar. Rus dili qrammatikasının problemi deyil. Yarımızda arvadı. O sənin ailənin individual problemidir. Subyektiv problemlərini bizə gətirmə. Хорошо. Yəni işləriniz də qoca nənə, o demək Bax, istəyirəm. ay sağ ol. Mən də sənə onu izah eləməyə çalışıram ki, bayaq mən sənə dedim ha, dedim ki, этот как его, bu belə işlənir. Amma bu o demək deyil ki, o düzgündür. Nənəsə qoca olmalıdır. Siz onu demək istəyirsiniz. Ay sağ ol. Bax, biz buna rus dilində, ümumiyyətlə bu bilmirəm Azərbaycan dilində hər halda var. Sadəcə mən indi məlumatsızam deyə tam şəkildə deyə bilmərəm. Bizim Var belə bir müəllimə, var. var. Bizim belə bir terminimiz var. Pleonazm. Pleonazm nədir? Bax, məna olaraq iki sözün bir-biri ilə uzlaşmaması mı deyim və yaxud da məna olaraq çoxluğu bildirməsi. Bax, əgər mən sənə, sən məndən soruşsan ki, məsəl üçün desən ki, ana tutalım, bilmirsən də babuşka sözünün mənası nədir? Soruşsan ki, Sabina xanım, кто такая бабушка? Mən sənə deyəcəm ki, это старая женщина. Düzdür, deyəcəm ki, qoca, yaşlı xanımdır. Bax, уже бабушка sözünün açıqlamasında старая sözü var. Yaşlı mənasında, qoca mənasında istifadə olunur. Sən elə bir götürürsən, yazırsan qoca, nənə. Aydındır? Bax, pleonazm dediyim zaman budur. Və məna olaraq bu iki dənə söz bir-birinə elə bir artıqlıqdır da. Elə bil ki, mən onsuz da dediyim sözün içərisində bu var. Bax, gördün, staraya babuşka məsəl üçün. Bu bir pleonazmdır və nitq səhvi hesab olunur. İkinci bir nüansa baxaq. Bax, burada. Неожиданный sürpriz. Nədir sürpriz? Nədir ümumiyyətlə? Nədir sürpriz? Sürpriz də mənim. Nədir də sürpriz? Bax, mən sürprizin Elə açıqlamasını. неожиданно-ydı da. Maladaya babuşka, o da bax, məsəl üçün Anarın ailəsində maladaya babuşka da olmuş ola bilər. Kontekst içərisində olmuş ola bilər, subyektiv ailələrdə olmuş ola bilər. Bəli, amma nitqdə ola bilməz. Məsəl üçün deyirəm, bəli. İndi bax deyirəm, неожиданный sürpriz məsəl üçün. Sürpriz onsuz da gözlənilmədən olan bir şeydir. Правильно? Bax, məsəl üçün deyirəm ki, o da, для меня это было сюрпризом. Mənim üçün bu sürpriz idi. Yəni, mən bunu gözləmirdim. Niyə mən bu sürpriz sözünün qabağına bir dənə də неожиданный qoyuram? Sürpriz onsuz da gözlənilmədən olan bir şeydir. Правильно? Əgər mən sizdən sürprizin açıqlamasını istəsəm, siz mənə deyir ki, Səminə xanım, belə gözlənilmədən başımıza gələn hər hansısa bir hadisə mi deyim və yaxud da planlaşdırılmış bir ad günü partisi mi deyim, məsəl üçün deyirəm də. Правильно? Bu artıq gözlənilməyən bir şeydir. Mən götürürəm sürprizin qabağına bir dənə неожиданный qoyuram. Niyə? Keçən dəfə o 100+ testi işlədiyimiz zaman orada progress, regress məsələsi var idi. Nədir progress? Mən progress sözünü izah edeyim. Nədir progress? Ay sabah. İnkişafdır, regress də mənfi inkişafdır. Ay sabah progress yaxşı tərəfi olan inkişafdır. Правильно? Regress də pis tərəfi olan inkişafdır. Götürür məsəl üçün cümlə içərisində yazır ki, в городе, например, primitiv atıram, bilmirəm, heç bəlkə də belə istifadə oluna bilməz. Termindir deyə tam dəqiq deyə bilmərəm. Mən məsəl üçün deyirəm ki, я почувствовала в ученике прогресс в хорошую сторону. Прогресс в хорошую сторону. Да. Хорошего storoну burada artıqdır. Bəli, progress onsuz da yaxşı tərəfi olan inkişafdır. Mən götürüb bir də yazıram. Progress в хорошую сторону. Və yaxud da deyirəm ki, regress в плохую сторону. Regress onsuz da pis tərəfi olan bir inkişaf, yəni ki, pisə doğru olan bir nüansdır. Mən götürüb bir dənə də yazıram в плохую сторону. Свободная вакансия, например. Помните? Вакансия onsuz da boş iş yeridir. Bir dənə də götürürəm, yanına yazıram этот, как его? Boş iş yeri. Elə bil ki. Вот так nельзя употреблять. Aydındır? Yəni ki, Yəni onlar nitq səhvi sayılır da, elə işləmək. Bəli, bu istifadə olunma nitq səhvi hesab olunur. Və yaxud da Svobodna nə dediniz mənimə? Свободная вакансия. Vakansiya onsuz da boş iş yeridir. Bir dənə də свободная sözünü qabağına qoymayaq.
Çünki vakansiya onsuz da boş iş yeridir. Sizə göndərmişəm, bir PDF atmışam, üzərində yazmışam речевые ошибки. Nitq səhvləri. Bax, ona bir dəfə baxın. Хорошо. Çünki orada mən bu vaxta qədər belə qabağıma çıxan, həm ruski sektor üçün, həm sizin üçün magistr imtahanlarında mı deyim, sınaqlarda mı deyim, testlərdə mi deyim, qabağıma çıxan bütün nitq səhvlərini ora yığmışam. Onu bir neçə dəfə oxuyun. Biləsiniz ki, səhvdir. Aydındır? Deməli, bizim birinci nitq səhvimiz, daha doğrusu, nitq səhvini tapmaq istəyiriksə və əgər bizə cümlə verilirsə, biz nəyə baxırıq? Ayrı-ayrı, yəni ki, səhvi tuta biləsiniz deyə. Çalışın o cümləni söz birləşmələrinə bölürsüz və elə baxırsınız. Mən adım kimi əminəm ki, biz bunu belə söz birləşmələrinə bölməsəydik, heç birimiz məsəl üçün burada olan bu неожиданный sürpriz məsələsini tuta bilməzdik. Amma ayrı veriləndə sanki daha çox fokuslanırıq da o mövzuya. Ona görə cümlə verilirsə, əgər bizə nitq səhvi cümləsi verilirsə, əgər bizə deməli cümlə verilirsə, onu siz bölürsüz söz birləşmələrinə və o formatda başlayırsınız orada olan səhvləri axtarmağa. Birinci səhvimiz də nə oldu? Dedik pleonazm. Pleonazm da nədir? 2 dənə sözümüz bir-biri ilə məna olaraq belə uyğunsuzluq təşkil edir, çoxluq təşkil edir. Və o çoxluq məsələsi gələn kimi də ağlınıza gəlsin çox o rahat olan o svobodnaya vakansiya məsələsi. Düşünürəm ki, hamımıza aydındır. Vakansiya artıq boş iş yeridir. Bir dənə də svobodnaya boş sözünün qarşısına qoymayaq. Olmaz belə istifadə etmək. Bu aydındır, Agi. Ha, точно. Aydındır müəllim. Saat neçəyə qədər davam edəcəm müəllim? Mən qutarana qədər sən də oturacaqsan orada Musa. Yox, nəyə görə deyirəm? Mən kursa getməliyəm. Sən kursa biraz gec get bu gün, heç nə olmaz. Həmişə mənim dərsimə gec kəs deyirsən ki, bu gün başqa dərsə keç. Otur qulaq as. Ya da ki internetin var da sənin, taxırsan naushnik və qulağı, yolda gedə-gedə qulaq asırsan. Düzdür? Ay, malacaq. Tamam müəllim. Çox sağ ol. Sən sağ olmusan. Tak, bu okeydirsə keçirəm ikinci nüansa. Можно? Хорошо. Так, qoyun bunu sileyim. İndi qrammatika baxacağıq müəllimə. Yox, hələ bu речевая ошибкаdan davam edirəm. Tak, Agi-sizə bura yazdıqlarımı indi baxın yazacağam, görün onu görürsüz. Bəli. Görürsüz. Mən mərkəzə yazdım da sən. Əslində qızım məndə planşetdir, səndə ya telefonda ya kompüterdə, ona görə elə görsənir. Planşetdir məndə də. Mən də onu Format da, ya понимаю, bəli, o çoxumuzda olur. Məndə indi başqa formatdır, sizdə başqa formatdır deyə elə olur. Onun çətinliyini mən həm çəkirəm. Bəlkə belə qeyd eləyim. İndi belə yazın, baxın görüm. İndi o da kompüter olanlar olub elə baxa bilməyəcəklər. Ona görə sorry. Nичего da, Yoxdur, davam edin. Da, хорошо. İndi keçirəm ikinci bir nüansa. Deməli, birinci nitq səhvimiz oldu nə? Pleonazm. Sözlər belə məna olaraq bir-biri ilə istifadə olunmasında səhv var da, elə bil ki, çoxluq təşkil edir. İndi keçirəm ikinci nüansımıza. Baxın, ikinci nüans əslində çox asandır. Niyə asandır? Çünki bildiyiniz bir mövzudur. O da niyə? Bizim bir yaralı yerimiz var da, paronim. Помните? Da. İkinci nitq səhvi olaraq mən sizə bura qeyd edirəm paronimin səhv istifadəsi. Düşünürəm ki, aramızda paronim mövzusu haqqında məlumatı olmayan yoxdur. Hamı bilir paronimin nə olduğunu. Hər halda bilməyən tələbə də böyük ehtimalla ki, yeni qoşulub ki, ona görə paronimin nə olduğunu bilmir. Böyük ehtimalla bizim qarşımıza o nitq səhvi bir paronim məsələsində çıxarsa, mənə elə gəlir ki, siz o sualı daha rahat yazacaqsınız. Niyə? Çünki paronimlərin üzərindən biz çox keçmişik, quizini yazmışıq. Mən kitabda sizə o sözləri vermişəm. Hara fırlatsan o mövzu bizim qabağımıza çıxır. Ona görə xahiş edirəm, hələ də bizim, yəni düzdür, az vaxtımız qalıb, amma hələ də siz onları oxuya bilərsiniz. Çünki paronim bu ildə imtahanda 2026-nın model suallarında da var. Mənim də demək olar sizə hər işlətdiyim sınağın, qəbulun içərisində mütləq bir paronim sualı var. Ona görə hara fırlatsan da o mövzu bizim qarşımıza çıxır. Paronim öyrənilməlidir. Gəldiyiniz, qoşulduğunuz ilk gündən dilim sümük olub o sözü deməkdən. Nitq səhvi olaraq da paronimin səhv istifadəsi bizim qarşımıza çıxa bilər. Necə? Sentyabr ayından 2 ay paronim. Bəli, ancaq demək olar ki, elə dərsimiz olmayıb ki, biz o mövzuya gəlməyək. Mövzu olaraq keçməmişəmsə belə sınaq olaraq izah eləmişəm. Sınaqda sual çıxıb qarşımıza. Əminə xanım, onu sizə yazaram, atarsınız. Da, обязательно. Əgər təzə qoşulmusunuzsa, обязательно. İndi keçirəm nəyə? Bu paronimdə də, amma mən paronimin içindən də necə rahat şəkildə çıxa bilərsə, onları da demişdim sizə. Pomните, gəlin bir dəfə onların da üzərindən keçək. Deməli, ümumiyyətlə paronim nədir?
mövzu olaraq keçirəmsə, qaqras yeni qoşulanlarım üçün də biraz məlumat olmuş olsun. Yazıda və tələffüzdə bir-birlərinə çox oxşuyub, mənaca fərqli olan sözlərimizdir. Paronim deyən kimi ağlımıza ilk olaraq məsəl üçün gəlsin kontingent, kontingent. Bu sözlərimiz bir-birindən nə ilə fərqlənir? Cəmi bir hərflə. Kontingent nədir? Coğrafiyadan bildiyimiz qütb. Kontingent nədir? İnsanların toplusu deyək də belə. Правильно? Deməli, mən paronim dediyim zaman o sözləri nəzərdə tuturam ki, hansılar ki, məna olaraq bir-birlərindən fərqlənir, amma yazı və tələffüzdə bir-birlərinə çox oxşuyurlar. Altını çizirəm, eyni deyillər, amonim deyillər. Sadəcə bir-birlərinə çox oxşuyurlar. Həmin o sözlərə də biz deyirik paronim. İndi əgər paronim mövzusu olaraq bu sual bizim qarşımıza çıxırsa, bilirik də mötərizəli sualları var, uzlaşma suallarımız var, amma nitq səhvi olaraq qarşımıza çıxacaqsa da, belə deyim sizə, mənə elə gəlir ki, daha çox isim olaraq da bizim qarşımıza çıxa bilər. Məsəl üçün sizə sual verirəm. Tutalım, belə bir cümlə yaza bilər. 2 dənə sözümüz var bizim. İndi mən onu cümlədə istifadə edəcəm. Bu yazdığım görünür sizə. Bəli. Məsəl üçün belə bir cümlə yazır sizə. Правильно? Он получил абонент в зал. Kim səhvi başa düşdü? Abonent orada səhvdir. Abonement olmalıdır. Ay, malades. Ay, malades. Deməli, bu da deməkdir ki, azdan çoxdan paronim mövzusu haqqında bizim biliyimiz var. Mən yazmışam. Он получил абонент в зал. Mən burada bu abonent sözü elə bir biraz gözümə girir də. Böyle bir ki, bu nəsə elə burada не то istifadə olunur. Bax, mən həmişə ruski sektora o rечевая ошибка sualını izah eləyəndə həmişə deyirəm, özünə sual ver görün, biz ümumiyyətlə belə istifadə edirik. Вообще мы так говорим, biz elə istifadə edirik. Biz demirik ki, mən zala abonent aldım. Bax, görürsən, deməli, burada nəsə не todur. Mən zala abonent ala bilmərəm. Abonent bu istifadəçidir. Mən zala üzvlük ala bilərəm. Həmin o üzvlük də nədir? Abonement. Абонемент. Молодец. Правильно? Все. Deməli, abonentin burada olan istifadəsi olur səhv. Və yaxud da deyirəm ki, abonent не отвечает на звонки. Это правильно? Абонент не отвечает на звонки. Da. Bəli. Abonent düzdür. Abonent bəli, zənglərə cavab vermir. Правильно. Ay ki, qar yağır, görürsünüz. Pəncərədən arada bir baxın. Çox möhtəşəm qar yağır. Yaxşı ki, bugün ayarını getməmişik dərsə. Хорошо. Qayıta yazarlar. Yağmır. Gəl bir sənə Bakıdan biraz qar göndərəm. Хорошо. Все. Bax, deməli, əgər mən dedimsə, paronimin səhv istifadəsi, deməli, nəyə diqqət yetirəcəksiniz buna? Özünüz prosta özünüz üçün deyin də. Bax, indi əgər təbii ki, isim, düşünürəm ki, isim olaraq qarşımıza çıxsa bizə daha asan olar da. Məsələn, kontingent, kontingentli fərqini bilirsiniz, nə bilim, diplomat, diplomatlı fərqini bilirsiniz. Bu tip sözlər düşünürəm bizə daha asan olar. Bax, isim olaraq qarşıma çıxanda bir dənə fikirləş görüm. Ümumiyyətlə biz belə istifadə edirik, belə deyirik, belə demək olar. Mən düşünürəm ki, hamınız belə ali savadlı adamlarsınız. O söz qarşınıza çıxanda biraz sizi narahat eləyəcək. Məsələn, bu cümləni oxuyan kimi görürsünüz, sizi narahat elədi ki, ayda abonent, zala abonent olmalı deyil, axı elə bir nəsə başqa bir şey olmalıdır burada. Bax, bu tip nüanslara da diqqət yetirirsiniz. Понятно, Agim? Aydındır? Bəli. Все. Deməli, birinci dedik pleonazm, ikinci dedik paronimin səhv istifadəsi. Gəlirəm üçüncü nüansımıza. Üçüncü nüansa gəlirik. Üçüncü nüans isə çox asandır, uzlaşma. Buraya yazıram согласование. Bu əslində nitq səhvindən çox qrammatik səhv olaraq hesab olunur. Sadəcə mən qrammatik də səhv edib sizi bir də başınızı qarışdırmaq istəmirəm. Yəni siz elə bunu nitq səhvi olaraq yadda saxlayın. Əgər cümlədə bizdən bir səhv istəyirsə, bunu da axtara bilərsiniz. Təbii ki də mən согласование, yəni uzlaşma deyəndə nəyi nəzərdə tuturam? Yadda saxlayın. Bu deməli isim, daha doğrusu sifət. Qoy biraz qəşəng yazım da. Deməli sifət, üstə gəl isim. Sifət, üstə gəl isim. Və yaxud da isim,
üstə gəlir. Say. Ümumiyyətlə, bu mövzuların uzlaşmasında olan səhvdir. Çox primitiv. Например, deməliyəm normalda горячий çay. Правильно? Nə deyir? Горячее. Da, indi burada горячий çay deyirəm, namyak atıram ki, yəni çay istəyirəm. Горячий çay. Правильно? Çay sözümüz kişi cinsinə aiddir. Sonluğumuz belə olmalıdır. Правильно? Amma məsəl üçün sizə götürür, tutalım deyirəm. Cümlə içərisində bu i yerinə tutalım yazır горячее çay. Hə, görməlisən ki, bu artıq səhvdir. Belə istifadə etmək olmaz. Və yaxud da məsəl üçün götürür sizə слово кофе какого рода? Hansı cinsə aiddir kofe sözümüz? Средний. Нет, kişi, нет. Yox. Murskoy rod, bəli. Məsəl üçün deyirəm, götürür sizə yazır вкусное кофе. А так говорить нельзя, потому что кофе это слово мужского рода. Yadda saxlayın. Bəli, olmalıdır вкусный кофе. Хорошо? Agi, belə saxlayın. Кофе это мужского рода, а вот кафе, hardakı o kofeni içirik, вот это среднего рода. Yadda saxlayırsınız. Вкусный кофе, горячий кофе, крепкий кофе, acı кофе deyirlər. Не знаю, горький кофе, правильно? А вот, например, маленькое кафе, большое кафе, кофе мужского рода, кафе среднего рода. Можно, спасибо. Хорошо? Aydındır, Agi. Точно? İndi bax, Xırdadır amma bəli, yadda saxlayın. Bax, bunda da səhv olmuş ola bilər. Yəni ki, bax, isim və sifətin uzlaşmasında olan səhvi bildik. Yəni ki, tək vəcəm, hal, indiki zaman, ilkin forması, bunlar hamısı bir-biri ilə uzlaşmalıdır. Tamamilə ismə tabe olunmalıdır. Say və ismin uzlaşmasına gəlirəm. Say və ismin uzlaşması haqqında böyük bir dənə dərs keçmişəm. 4 saatlıq dərsin içərisində o dərs də var. Video atmışam YouTube-a. Orada həm sual izah eləyirəm, həm mövzu izah eləyirəm. İmя существительное, имя прилагательное, имя числительное deyə ayrı bir dərs var orada. Xahiş edirəm, girirsiniz. Orada aydın bir şəkildə say və ismin uzlaşmasında nə olar, nə olmaz izah eləmişəm sizə. Məsəl üçün deyirəm, əgər bizim qarşımıza say və ismin uzlaşması olaraq bir sual çıxacaqsa nitq səhvi olaraq və ora məsəl üçün deyirəm, əgər yazırsa, tutalım, трое сумок. Hə. Трое сумок. Мəyər belə istifadə eləmək olar, Agi? Так можно употреблять? Нет. Почему? Нет. Слово сумка какого рода? Sumka какого? Женского roda. Və mən bilirəm ki, troyedən sonra bu söz istifadə olma bilməz. Çünki topluluq bildirən sayılardan sonra əsla qadın cinsi gələ bilməz. Orta cins gələ bilməz. Ancaq kişi cinsi gəlməlidir. Теперь вам понятно, что такое согласование? Yəni ki, uzlaşma səhvi deyəndə nəyə baxmalıyıq bildik? Bəli. Bir dənə layıqlıq demişdiniz ki, родительный падежdə işlətəndə onda tapa bilirik. Da, onu da deyim, amma o məhki znakda olan. Kisel. Da, qızım, onlar məhki znakda olan sözlərdir. İstərsən bir dəfə deyim, amma yadda saxla. Agi, indi bu deyəcəyim məsələ hallandırması yaxşı olan tələbələr üçün keçərlidir. Bizim məhki znaklı olan sözlərimiz var da. Bayaq məsəl üçün qızım da dediyi karamel və kisel. Onların biz bilirik ki, əgər sözlər məhki znakla bitirsə, o sözlərimiz ya kişi cinsinə aiddir, ya qadın cinsinə aiddir. Bu haqqda da dərs var orada. Girin bir dəfə də baxın. Deməli, ya o sözlər belə praktikada əzbərlənməlidir, yadda saxlanılmalıdır və yaxud da kimin ki hallandırılması yaxşıdır, siz onları qoya bilərsiniz родительный падежə. Например, 2 dənə söz yazıram sizin üçün. Конь və лошадь. Tərcümələri ikisi necə tərcümə olunur? At. Bəli, amma конь mən hallandırdığım zaman нет кого, коня, sonluğu nə olur? Ya. Əgər родительный падежdə sonluq yadırsa, söz kişi cinsinə aiddir. Лошадь нет кого, лошади. Sonluq i olduğu zaman isə sözümüz qadın cinsinə aiddir. Хорошо, təkrarlayıram. Родительный падежə qoyursunuz. Bu sadəcə məhki znakla bitən sözlərə aiddir. Əgər sözümüz родительный падежdə istifadə olunduğu zaman sonluğu ya olursa, например,
Конь, коня, кисель, нет чего, киселя. Я ilə bitdisə kişi cinsinə, лошадь, нет кого, лошади, карамель, нет чего, карамели. İlə bitdisə qadın cinsinə aid olacaq. Хорошо? Müəllim, bu kofe sözü mənim beynimi qarışdırdı. Biz kofe də eynən bitir, amma deyirsiniz ki, muşkoroda. Qızım, çünki o gəlmə sözdür. O bizim o gəlmə söz olduğuna görə sonluq bizə biraz tanış sonluq deyil. Kafe, kofe, bunlar metro, например. Belə baxırsan, o da gəlmə sözdür. Deməli, gəlmə sözlərimiz hallana bilmir, amma onların cinsi var. Хорошо? Вот кофе это слово мужского рода, запомните. Sadəcə yadda saxlayın. Bunun dərinliyinə enməyə ehtiyac yoxdur. Кофе kişi cinsinə aiddir, kafe средний род. Metro, taksi средний род. Хорошо? Yəqin ki, imtahanda o sözləri salmazlar da. Kofe sözünü sala bilərlər. O birilərini deyə bilmərəm. Hələ ki mən qarşılaşmamışam onlarla. Хорошо, просто bu kofe sözü də niyə salınır? Çünki çox tez-tez mən o söz niyəsə mənim qarşıma çıxır. Belə adi bir dəfə bir özəl məktəbə собеседование getmişdim. Nədir onun adı? HR nə keçirdir? Müsabiqədə nədir o? Nə deyirlər? Müsahibə. Da. В общем, mən ümumiyyətlə çox belə sevirəm elə müsahibələrə getməyi. Maraqlıdır da mənə oradakı suallar, nə deyəcəklər, nə edəcəklər. Mən ora deməli dərs keçməli idim, demo dərs keçməli idim. Demo dərsə keçməyə başladım. Hardasa 5-10 dəqiqə sonra məni saxladılar. Mənə orada direktor gəlib bircə dənə sual verdi. Dedi, mən dərs metodikanızı çox bəyəndim. Sadəcə mənə maraqlıdır ki, görüm bu suala cavab verə biləcəksiniz yoxsa yox. Soruşdu ki, kofe sözü hansı cinsə aiddir? Dedim ki, kişi cinsinə aiddir. Lakin danışıqda, bax, altını çizirəm ha, qrammatikada o sözümüz kişi cinsinə aiddir. Lakin danışıqda o sözün orta cinsdə istifadə olunmağı səhv sayılmır. Yəni, siz sadəcə danışıqda, məsəl üçün desəz, əgər vkusnaya kofe, bu səhv deyil. Amma qrammatika onun kişi cinsinə aiddir. O cavabından sonra o ya işə dəvət eləmişdi məni. Çox tez-tez o söz belə necə izah eləyim, dəyişir, problem yaradır, çox istifadə olunur deyə qarşımıza çıxa bilər. Aydındır? Mən də saxlayın. Bəli, indi də necə? Bəli, indi də qarışdırdı beynimizi. Bəli. İndi də qarışdırdı. Всё. Ona görə Не запоминайте. Вкусный кофе. Маленькое кафе. Хорошо? Kofe kişi cinsidir. Vəssalam. Bu qədər sadə. Bu da aydındırmı? Agi. Тоже понятно? Всё. Deməli, indi gələcəm 4-cü və ən çətin mövzumuza. Ona görə sizə 3-cü link göndərirəm ki, yarımçıq qalmayım. Onu da izah eləyim. Всё. Договорились, Agi? Feli bağlamalar. Da. Feli bağlamaları necə tanıya bilərik? Elə onu Hər bir şəkil var. Mən də elə onu yazmaq istəyirəm. Səbirli ol. Bax, məsəl üçün deyirəm. Gəlin biz sizinlə 2 dənə söz götürək. Çitать. Bir dənə birinci sözümüz bu olsun. Bu bizim o məşhur fe'limizdir də. Nə problem oldu? Birinci buna qaçırıq. Çitать. Bax, zapomните, çitать bildiyimiz oxumaq deyə tərcümə olunur. Burada olan bu T məhqi znak bizim Azərbaycan dilində olan o məqbək şəkilçisini bildirir. Bu söz çitать olaraq bizim qarşımıza çıxsa okey. Hallandırılmış olaraq da bizim qarşımıza çıxa bilər. Ya çitаю, keçmiş zamanda olmuş ola bilər. Çital, например, gələcək zamanda istifadə olunmuş ola bilər. Ya budu çitать və s. Bu heç. Bir də bu fe'l bizim qarşımıza a və yaxud da ya sonluğu ilə çıxa bilər. Məsəl üçün, siz bu fe'li çitaya, bax, belə görə bilərsiniz. Hansına ki, sözün sonunda bu ya şəkilçisi var. İkinci olaraq qeyd edirəm sizin üçün. Bu şəkilçiləri belə yazıram. A və yaxud da ya. Bunları zəhmət olmasa yadda saxlayın. Gələm ikinci bir sözümüz olan прочитать. Прочитать. Əgər siz bu tip fe'llərin sonunda və məsəl üçün baxın. Прочитав. Ши. Например, несший. Bax, bu şini gördünüzsə əgər. Və yaxud da vuşi. Bax, bu sonluqları sənin üçün fərqləndirirəm. Və, şi, şi. Hər hansısa bir fe'lin içərisində a, ya, və, şi,
fşi. Bu sonluqları özünüzdə qeyd edirsiniz, əzbərləyirsiniz. Bu sonluqları gördünsə, deməli 99% sənin qarşında bir nitq səhvi sualı var. Qeyd elədik bu sonluqları Agi. Hə? A, ya, v, şi və yaxud da fşi sonluqları gördümsə feilin içərisində prочитав, нёсши. İndi fşi ilə olanda söz göstərəcəm. Например, поднявшись, поднявшись. Orada s məhqi znakda var. Qayıdış feili göstərir bizə. İndi testi göstərəcəm o suallara. Bu sonluqları gördümsə, əgər bu şəkilçiləri gördümsə, deməli sözdə bizim cümləmizdə bir nitq səhvi sualı ola bilər. Bura qədər hər şey okeydir. Yadımızda qaldı. Hə? Понятно? Bəli. İndi gəlirəm nitq səhvi nədir ümumiyyətlə? Bir dənə cümlə yazacağam və o cümlənin içərisində alqoritm olaraq göstərəcəm ki, nəyə baxmalısınız. Bir dənə cümlə yazıram sizə. Например, yazıram ki, qoy, bunu qara ilə yazım ki, üzərində qırmızı ilə qeyd edə bilim sizin üçün. Пишу. Сыграв. Nə gördüm sözdə? Feil. Сыграть feilidir. V-ni gördüm. V. Gördün? Ay, sabah nəyi gördüm? V-ni gördüm. Baba, özüm üçün sırası bunu özüm üçün orada etiketləyirəm. Baba, V. Bayaq yazdığım şəkilçilərdən biri idi. Прочитав. Сыграв. Bunu gördün. Deməli cümlədə nitq səhvi ola bilər. Хорошо? Имей в виду. Сыграв. Вальс. Звуки внезапно оборвались. Deməli, mən sözün tərcüməsinə gəldikdə cümləni tərcümə edəcəm sizinlə, sonra alqoritm yazacağım. Ümumiyyətlə yadda saxlayın. Bayaq sizə o sonluqlar dedim. A, ya, v, şi və fşi sonluqları. Xahiş edirəm yadda saxlayın. Bu mövzu ümumiyyətlə mövzu olaraq biz ona deyirik deyiprичастие. Azərbaycan dilində olan feili bağlama mövzusudur. Nədir bu mövzu ümumiyyətlə? Bizə nəyi bildirir? Baxın yadda saxlayın. Mən indi cümləni primer olaraq yazmışam. Primerin üzərində izah etməyə çalışacağam. Baxın rus dilində birinci olaraq bizdə var основное действие. Nə deməkdir основное действие? Əsas hərəkət. Əsas hərəkət. Əsas hərəkət. Bu əsas hərəkət это feil. Mənə bu yuxarıda göstərilən cümlənin içərisində feili tapın zəhmət olmasa. Feili tapın. Keçmiş zamanda istifadə olunub feil. Belə kömək. Bəli, qırıldılar. Оборвались. O feili sizin üçün qeyd edirəm. Вот. Оборвались. Burada mənim keçmiş zamanı göstərən L şəkilçim var. Правильно? Başqa nə şəkilçisi var bu feildə? Sizə izah etmək Bir də iş var, qatma qayıdış. Si var, isə burada bir sonluqdur. Правильно? Görürsünüz, baba feili tapdım. İkinci olaraq Agi, baxın yadda saxlayın ki, bizdə var əlavə hərəkət. Əlavə hərəkət. Bax, əlavə hərəkət bu elə bildiyimiz feili bağlamadır. Bayaq sizə sonluqlar yazmışdım. Feili bağlama. Bax, mən feili bağlama, əlavə hərəkət dediyim zaman burada olan bu сыграв feilini nəzərdə tuturam. Deməli, var bizim əsas feilimiz, var bizim əlavə feilimiz. То есть, bu da добавочное действие deyirik biz ona. Есть основное действие, есть добавочное действие. Основное действие bu bildiyimiz feildir. Добавочное, yəni əlavə hərəkəti, bu bildiyimiz feili bağlamadır. Feili bağlamanın sonluqlarını mən sizə bayaq qeyd elədim. A, ya, v, şi və fşi. Sözdə əgər bunları gördünüzsə, deməli o sözümüz feili bağlama olaraq istifadə olunur. Bura qədər hər şey okeydir, Agi. Aydın olmayan heç nə yoxdur ki. Xeyr, всё. Bunu deməli belə edib silirəm buradan və bizə Obşi tərcüməsini zəhmət olmasa bir də deyə bilərsiniz müəllimə. nəyi deyib? Söz, cümlənin obşi tərcüməsini. Təbirli oldu. Suda hara qaçırsan qızım? Deyirəm də. Deməli baxın. Birinci nüans. Əgər bizim qarşımıza bir belə cümlə çıxıbsa, bax görürəm ki, mən o cümlə içərisində burada bir сыграв məsələsi var. Aha, deməli mənə biraz da Səbinə xanım bu sonluğu mənə demişdi. Deməli burada bir feili bağlama səhvi olmuş ola bilər.
Mən cümlənin tərcüməsini də qoyacağam bir kənara və sizə hələ ki qrammatik tərəfdən izah eləyəcəm. Biz cümlədə feili bağlamanı da tapmışıq, cümlədə olan feili də tapmışıq. Məndən sizə məsləhət, qarşımıza bu tip sual çıxırsa, 1. Cümlə içərisində mənə mübtədanı tapın. Mübtəda. Yəni kim nə sualına cavab verən sözü tapın. Что? Звуки. Звуки necə tərcümə olunur? Səslər. Что? Звуки. İkinci olaraq tapırsınız mənə feil. Hanı mənim feilim? Оборвались, qırıldılar, kəsildi, səs kəsildi mənasında. Правильно? Üçüncü olaraq mənim üçün tapırsınız feili bağlama. Sığraf. Sığraf. Feili bağlama. Dördüncü olaraq da baxırsınız. Bax, bura diqqət. Əgər, bax, bu zvuki, yəni mənim mübtədam, həm feili, həm də feili bağlamanı icra edirsə, sizin cümləniz düzgün hesab olunur. Təkrarlayıram, cümlədə mübtədanı tapırsınız. Cümlədə olan mübtəda, həm feil, baba bunu, həm də bunu icra edirsə, cümləniz düzgün hesab olunur. İndi gəlin cümləyə baxaq. Что? Звуки. Звуки оборвались. Səslər kəsildi. Deyə bilirik. İstifadə olunur. Yəni mənim mübtədam feili icra edir. Bəli. İndi baxıram. Mənim mübtədam feili bağlamanı icra edə bilər. Sual verirəm sizə. Səslər vals oynaya bilərlər. Vəsə. Deməli, sizin cümləniz səhvdir. Kimə aydın deyil? Bu ən qəşəng metoddur, müəllimə. Necə ən qəşəng metoddur? Müəllimə zəhmət olmasa izah eləyə bilərsiniz. Müəllimə, siz səhvdir deyənə qədər mən elə bilirdim elə cümlə düzdür. Elə problem. Bax, nitq səhvi də elə budur. Bax, gəlin başqa bir cümlə yazım. Bura qədər bu hər şey okeysə, bunu belə screen eləyirəm sizin üçün. Gəlin başqa bir cümlə yazaq. Biraz daha aydın olsun, хорошо? Bu bir balaca çətin cümlə oldu, təxmin edirəm sizə. Gəlin bunu belə silək. Deməli bu cümlə çətindir də. Bəli, belə istifadə eləmək olmaz. Bəli. Elə mən ona görə deyirəm, mövzunun adı. Necə? Ən qəşəng metod budur, tapmağın. Bəli. Ən qəşəng metodu budur. Spasiba. İndi bir dəfə də deyirəm. Mübtədanı hərəkətlərini uzlaşdırmaq. Bəli. İndi bir dəfə də başqa bir cümlə yazacağam sizin üçün. Bizə biraz daha aydın olsun. Хорошо? Biraz daha çalışacağım, rahat olsun ki, başa düşə bilər. Prosta imtahanda da bu tip cümlələr olur deyə mən istəyirəm ki, siz bunlara biraz alışasınız. Вот смотрите, yazıram ki, qoy qarayla yazım. Рассказав о событии. Hanı mən feili bağlamam? Рассказав. Baba burada v-nı bax seçirəm. Рассказав о событии. Проблема внезапно исчезла. Gəlin cümləni tərcümə edək. Tərcümə edeyim mənim cümləmi. Hadisəni danışanda problem həll olundu. Gəlin bir hissə tərcümə etməyə çalışaq. Çünki biz balaca qarışdırırıq biz. Baxın, birinci hissəmiz budur. Bax, cümlənin birinci hissəsi budur. Рассказав о событии tərcümə eləyin. Hadisəni danışdıqdan sonra, danışıb proses qutarıb, danışıb bitirdikdən sonra problem birdən yox oldu. Azərbaycanca belə deyə bilirik. Правильно? Aha, indi gəlin rus dilinə. Gəlin mənə cümlədə mübtəda tapın. Что? Проблема. Она что сделала? Исчезла. Baba, keçmiş zamanda olan feilimdir. L-A. Problema исчезла. Правильно? Deməli, mənim mübtədam cümlədə olan feili icra edir. Bura qədər hər şey okeydir. İndi sual verirəm sizə. İkinci nəyə baxmalıydım? Mübtəda bunu icra edir yoxsa yox? Ay, sağ ol. Sual verirəm sizə. Problem danışa bilər? Yox. Vəsə, deməli cümləniz səhvdir. Olmaz.
Хорошо? Aydındır? Bəli, ən qəşəng. Məsəl üçün, mən bu cümləni necə düzgün qura bilərdim? Gəlin düzgün formasına deyim. Deyirəm ki, məsəl üçün, рассказав о событии, я почувствовала, что проблема исчезла. Я почувствовала, что проблема исчезла. Я почувствовала, mən hiss elədim, mən də danışdım. Mən danışdım, mən hiss elədim. Yadda saxlayın ki, bu fe'li bağlama var, isə bura qeyd eləyirəm. Bura сказав, сыграв və yaxud da s. Yadda saxlayın ki, siz bu sözləri çox rahatlıqla fe'lə keçirə bilərsiniz. Я почувствовала, я же рассказала. Mən hiss elədim, mən də danışdım. Hə, bu tip cümlə düzgün ola bilər. Хорошо? Aydındır? Amma belə uzlaşdırdın, gördün ki, olmaz, все, deməli səhvdir. Хорошо? Aydındır, Agi? İndi gəlin buna uyğun bir-iki test də göstərim sizə.